Salam, hər vaxtınız xeyirli olsun əziz şagirdlər. Bu gün sizinlə biz 2 noyabr 2025-ci il tarixində təşkil olunan OTK sınağının ingilis dili fənninin izahına baxırıq. Birinci testə baxırıq. Baxırıq burada bizdən aktiv sözünün sinonimini istəyir. Təbii olaraq energetik C variantı bizim düzgün cavabımızdır. 57-ci testə baxırıq. Have var. Have varsa he olmaz. Bunu silərəm. Burada ən əsası project var. Project varsa, isim varsa bu sığlı olanları da silirik uşaqlar. Deməli, feildən sonra he gəlməz. Bunu da sildim. Düzgün cavabımız B variantıdır. 58-ci testə baxıram. Baxıram ki, big monkey. Sifətdən sonra sayıla bilən tək isim gəlibdir. Sifətin üstünlük dərəcəsi olsa C artiklı qoyaram. Amma yox, sifətin müqayisə və yaxud da pozitiv degree və ya komparativ degree olarsa biz orada E və yaxud da ki, N artiklı istifadə edə bilərik. Ona görə B variantı, C variantı, D variantı gedir. Burada da baxıram ki, boat and boat olmaz, the boat. Çünki bizə məlumdur ki, uşaqlar hansı böyük bir memunu hansı qayıqda görüblər. E variantı düzgün cavabımızdır. Information sayıla bilməyən isimdir. Sayıla bilməyən isim olduğuna görə burada elotdan sonra isim gəlməz. Of olmalıdır C variantındakı kimi. Sayılmayan isimlərdən many, a few, few olmaz. Ona görə C variantı düzgün cavabımızdır. 60-cı testə baxıram. Having a lot of strength or force. Burada düzgün cavabımız definition'dır. B variantıdır. Powerful olaraq istifadə edəcəyik. Biz bilirik ki, there is, there are hər ikisi ola bilər. Amma sifətdən sonra gələn ismə baxıram. Cəm isimdir. Deməli, xəbəri də cəmdə verəcəm. 2-4 D variantı düzgün cavabımızdır. Baxıram, ikinci tərəf mənə kömək edəcək. Çünki bate sayılmır. Sayıla bilməyən isimlə E artiklı olmaz. Birinci bu variantları silirəm. Burada da and traditional olmaz. Bunu silirəm. Düzgün cavabım B variantıdır. Davam edirəm. 63-cü testlə davam edirəm. 63-cü testlə ing ilə başlayarsa xəbəri təkdə olmalıdır. Are cəmdədir, were cəmdədir. Amma baxın, xəbəri is təkdədir, buying xəbəri was təkdədir. 3-4 düzgün cavabım C variantı. 64-cü testə baxıram. Fog dumandır. Shower and gale. Gale küləkdir. 1'e olacaq B variantı, 2'ye olacaq C variantı, and 3'e de olacaq A variantı. Düzgün cavabımız C variantı. Davam edirəm 65-ci testlə. 65-ci testdən is that CD. Baxıram, burada hers olardı və yaxud da ki, yours olardı. No, it isn't ours sığlı olardı. Ona görə uyğun gəlmir. My olmaz. Cümlə sonunda gələndə sığlıdır. Ona görə D variantı düzgün cavabımızdır. 66-cı testə baxıram. Mostdan sonra isim gələrsə Z artiklı olmur. Amma mostdan sonra sifət istifadə edirsə Z artiklı istifadə edərik. Dünya dediyimizə görə bu da təbii olaraq E artiklını və yaxud da digərini də sildik. Düzgün cavabımız A variantıdır. 67-də düzgün positive case istəyir. Birincidir düzgün Shakespeare's plays. Amma burada children sözündə apostrof sonra S olmalıydı. 2'ni götürə bilmərəm. 2 yanlışdır. Qardaşımın dostu 3-cü düzgün cavabımdır. Burada Subway the systems deyəcəmdə olmalıydı. Ona görə bu da yanlışdır. Və yaxud da cars. Car verərdi, apostrof sonra S verərdi. 68-ci testdə məndən antonimləri istəyir. Antonimlərimiz bizim burada 1'dir, 4'dür, bir də 5'dir bizim antonimlərdir. 69-cu testə baxıram, deyir, çərşənbə axşamı, çərşənbə günü oktyabrın 8-də küləkdir olacaq, fırtına olacaq və zəhmət olmasa diqqətli olun, çətirlərinizi götürün, reykotlarınızı götürün. Məktəblər deyir açılacaq və yollarda təhlükəsiz olun. Burada düzgün cavab A variantı olacaq ki, oktyabrın 8-i məktəblər də açılacaq. Deyir, faydalı deyil storm ərzində reykotlarımızı geyinmək yanlışdır. A variantı onu deyək, birinci düzgün cavabımızdır. Weekend deyir, amma söhbət burada Wednesday-dən gedir. Weekend olmur, weekday-dir.
during the storms mustn't use an umbrella istifadə etməməlidir. Amma burada deyir ki, axı bring götür istifadə elə. Yanlışdır. You needn't bring götürməyə ehtiyac yoxdur, amma orada dediyimiz kimi götür deyirdi. Ona görə E variantı da yanlışdır. Diqqət, deyir ki, yanğına qarşı bu deyir yanğın çıxışlarından istifadə edirik. Alarm çalanda açıq olur, sakit qalmağa və çıxışa çatmağa cəhd eləyin, çalışın. İnsanlar deyir ki, must find tapmalıdırlar və o yanğın olarsa basmalıdırlar. Bu əslində oxşuyur, amma cavab bu deyil. Çünki mənə mətin nə veribdirsə, mən mətndə olanı götürməliyəm. Əgər yanğın yoxdursa deyir, alarm çalır, yox bu düzgün deyil. Sən deyir sakit qalmamalısan, xeyr, burada deyir ki, sakit qal. İstifadə etməməlisən, amma burada istifadə et deyir. İnsanlar, burada E variantı düzgün cavabımızdır. Sonra 71-ci testə baxıram. Əzizim Antoni, mən deyir, burada bir aylıq İstanbuldayam. Mən burada bir tarixi evdə qalıram. Bizim otağımız çox genişdir, sakitdir gün ərzində. Biz eşitmirik hər hansı bir səs küçələrdən. Şəhər mərkəzi çox canlıdır. Gecələr biz gəzməyə gedirik, axşamlar mən özümü burada çox istirahət etmiş, sakit hiss edirəm. See you soon, tezliklə görüşərik. Julia. Burada baxıram, Julia deyir, a lot of noise in the street. Yox, deyir, çoxlu səslər eşidir. Yox. Antoni deyir, getmək istəyir. Söhbət Antoniyə yazılırdı məktub. Antoninin nə işi var burada? Gəzmirdi deyir. Niyə gəzmirdi? Gəzirdi. Julia'nın evi modern idi. Yox, burada ancient'dır. Historical part. Large, quiet daytime. Okay. Və Julia çox məmnundur. Bəli, E variantı burada düzgün cavabımızdır. Deyir ki, 600 milyon maşın olmağına baxmayaraq planetdə dünya əhalisi 7 milyondan çoxdur. Bu mənası odur ki, əksər insanlar müxtəlif növ nəqliyyat vasitələrindən istifadə edirlər. Onlar işə, məktəbə və başqa yerlərə transportdan, ictimai nəqliyyatdan istifadə etməkdənsə ictimai nəqliyyatdan daha doğrusu istifadə edərək getmək üstünlük tuturlar, verirlər. Çoxlu deyir sakinlər New Yorkda, Parisdə, Londonda maşınları yoxdur. Əksər insanlar Afrika və Asiyada həmçinin də ictimai nəqliyyatdan istifadə edirlər. Bir çox Amerikanın ölkələr ərazilərində, yerlərində ictimai nəqliyyat disadvantagedir, üstün cəhətləri yoxdur. İnsanlar ictimai nəqliyyatdan istifadə edənlər bir çox problemlə üzləşirlər. Onlar öz maşınlarına daha sürətli deyir çatmağa nail olurlar harasa. Bunun mənası bu həmişə düzgün deyil. İctimai nəqliyyat daha sürətli ola bilər, rahat ola bilər və ucuz ola bilər şəxsi maşından. Fransa rayonlarında elektrikli tramlardan deyir sakitcə deyir hərəkət edirlər. Latin Amerika, Çin, Hindistanda insanlar avtobuslardan, like metro və trenlər kimi olan avtobuslardan istifadə edirlər. Bəzi şəhərlərdə özdə küçələrini velosiped çığırlarına dəyişiblər. Onlar insanların sağlamlığına kömək eləyir və Avropa, Asiya təcrübələri, şəhərlərdəki təcrübələri göstərir ki, avtobuslar, metrolar və tramvaylar daha müasir və təhlükəsizdir. Çoxlu sakinlər publik maşınlardan yerinə ictimai nəqliyyatdan istifadə etməyi seçəcəklər. Gəlin indi baxaq 72-cidə. What does the experience of European and Asian countries show? Hansı deyir bizə göstərir? Hansını deyir bizə göstərir? Burada deyir ki, can be increased by suitable condition. İctimai nəqliyyatın istifadəçilərin sayı qalxa bilər uyğun şərtlərə görə. Bəli, bu A variantı düzgündür. Burada nə haqqındadır? Nə haqqındadır? D variantı burada düzgün cavabımızdır. Yanlış olanı deyir bizdə. Yanlış olanı deyir. Much time deyir. Çox vaxtını aparır gecəyə yerə, amma orada az vaxtını aparırdı. Sürətli gedib çatırdın. A variantı yanlış cavabımızdır. 75-də North America
Public transport consider disadvantage'ləri var idi. Bəzi problemlərə görə, certain problemlərə görə onların disadvantage'ləri var idi. Sonra hansı deyir düzgündür? Hansı düzgündür? Street are quite noisy. Poverty street. Burada noisy deyil idi ki. Burada noisy deyil idi. Orada silently idi. Baxın, burada mətndə verilirdi silently. Amma burada yanlışdır. Sonra ikinci düzgün cavabımızdır. 2-ni götürəcəyik 76-da. Bir də more than Asian people tend to choose. Avropa və Afrika və Asiyada insanlar deyir, şəxsi maşınlardansa ictimai nəqliyyata üstünlük verir. Bəli, 2-4 orada bizə verilmişdi, düzgündür. Burada mətnimiz var, mətnimizi paylaşacağım. Dinləməyə girib baxarsınız, dinləməmiz var. Dinləməmizdə düzgün cavabları biz sizinlə paylaşıram. Burada 77-də düzgün cavab B variantıdır. Sonra necə insanlar isti qalırlar, onlar qalın jaketlər və gloves, əlcəklər geyinirlər, otururlar. Baxın, 1-2 orada verilmişdi. A variantı 78-də. 79-cu testdə baxıram. Deyir, çox soyuqdur. Çox soyuqdur. Deməli, amma unique experience and visitor remember if it for a long time, uzun bir vaxt keçsə də ziyarətçilər onu xatırlayır. 80-ci testdə baxıram. 80-ci testdə də 1 true'dur. Sonra belə yazaq. 1 true'dur. Bir də everything is look it 2 false'dur. Is normal deyil. 3 false'dur. Many people enjoy the mix of. Bu da var idi. 1 4 true'dur və 2 3 də false'dur.